Saber GDS-də 32 kilo bagaj əldə etmək qaydası. Açırıq bronumuzu. Deməli, burada daxil oluruq Trip Summary, seçirik segmentə və daxil oluruq Air Extra. Təklif eləyir bizə qiymətlərdən birini seçmək. Seçirik. Sonra biz daxil oluruq baggage hissəsinə və görürük ki, burada artıq 32 kilo baggage imkanımız da var. Və onun kodu eBag-dir. Bundan öncəkinin kodu Xbag idi. Yenisinin isə kodu, SSR kodu eBag-dir. Burada biz sayını seçə bilərik, neçə ədəd istəyirik. Free text yerini boş saxlayırıq. Saber sistemi avtomatik özü o SSR-ı, lazım olan SSR-ı daxil edir. Save düyməsini basırıq. Və görürük ki, Save Air Extra was successful. Bu pəncərəni bağlayırıq. Bunu da həmçinin Trip Summary daxil edirik Ulduz Alpha Echo və görürük ki, burada statusu HN, yəni requesteddir. Bunu save edirik. Echo Romeo edirik. Yenidən Ulduz Alpha Echo. Görürük ki, hələ də requesteddir. India Romeo edirik. Və görürük ki, payment required olur. HD statusu olur. Hotel Delta. Bundan sonra biz UEMC-ni yazırıq. Bu bizə deyir ki, printerlarınız aktiv deyil. Printerlarımızı aktiv edirik. Və təzədən həmin komandanı daxil edirik. Beləliklə, bizim bron müvəffəqiyyətlə rəsmiləşdirilir. Yenidən bronu açırıq. Daha doğrusu UEMC rəsmiləşdirilir. Ulduz T eləyirik və görürük ki, burada belə bir sətr yaranır. Bunu açmaq üçün 7-ci sətri açırıq. Və görürük ki, 32 kilo prepaid bag rəsmiləşdirilib. Sərnişin Əbdülkərimov Leylanın adına və statusu open'dır.